Xatırlayıram, mən 9-cu sinifdə olarkən çox rahat idim, özümdən əmin idim. Elə bilirdim ki, mən də hazırdan 250 bal yazacağam. Buna inanırdım, buna güvənirdim və axırda getdim, imtahanı yaman günə qoyub gəldim. Toplamda cəmi 219-220 bal arası bir bal yığa bildim. Amma əgər çalışsaydım, həqiqətən də 250-260 balı yığa bilərdim. Bax, bir çox dostlarımın da problemi burada başlayır. 9-cu sinif imtahanı arxayın gedirik, amma olanlar hər şeyi dəyişdirir. Hətta bəzilərimiz var ki, oxumaya qırmızı attestat alacam deyə düşünürlər. Ancaq vəziyyət elə deyil. Bu videoda mən 9-cu sinifdə etdiyim səhvləri sizlərlə bölüşəcəm və düzləri də sizlərlə bölüşəcəm. Bunları etməsəniz 9-cu sinifdə daha yüksək nəticə əldə edə biləcəksiniz. Mən bunu sizə qəranti verirəm. Ancaq bir məsələ var. Bunları dedikcə sən də əlində bir qələm, bir vərəq alırsan və mən dedikcə bunları not alırsan ki, bu səhvləri əgər sən edirsənsə özündə düzəlt, etmirsənsə də bu səhvlərə qarşı hazırlıqlı ol. Əvvəla bir çox yoldaşım bunu etmir. Hədəf bir balın olsun. Ağlında planlaşdır ki, mən neçə bal yığacam. Nə olar? Olar 150, 200, 250, 300 ilə iş bitmir. Net, dəqiq, yazılı bir balın olsun. Məsələn, hədəf qoy. 200 bal yığacam, 190 bal yığacam, 180 yığacam, 250 yığacam. Dəqiq, rəqəmsal bir balın olsun. Mən bu səhvi etmədim deyə heç neçə bal yığacağımı da fikirləşməmişdim. Bax, nə olursa olsun hazırlıqlara get. Ay asandır, ay ana dilidir, ay ingilis dilidir. Yox, deyil. Deyil. Əgər olsaydı gedib hamı 300 yığardı. Gördüyün kimi. Hazırlıqlara get. Əgər maddi imkanın yoxsa bir şey demirəm. Amma əgər maddi imkanın varsa, həm blok fənlərindən get, həm də buraxılış fənlərindən get və qrupunu da öncədən təyin et. 11-ci sinifdə durub özünə qrup seçmə və ya 10-cu sinifdə. Nə qədər tez təyin etsən, o qədər yaxşıdır. Ən azından 5 illik proqramı 2 ilə yox, 3 ilə bölmüş olarsan. Bir digər maddəmiz imtahanı ciddiyə al, ancaq çox da böyütmə. Bax, burada bir səhv var. Ya 0 ya 100 prinsipi. Bəzi dostlarımız var ki, deyir ki, imtahan rahatdır, imtahan boş şeydir, onsuz da universitet imtahanı deyil. Heç nə yazmayıb gəlir. Bəziləri də var ki, bu imtahanı sanki xaricə getmək üçün bir imtahanmış kimi yaxınlaşırlar. Ortada bir mövqe tutmalısan. Yəni həm ciddiyyətlə hazırlaşmalısan ki, səviyyəni biləsən, həm də yəni özünə çox da yüklənməməlisən. Nəticə olaraq 11-ə bir təsiri yoxdur. Ancaq nə edə bilərsən? Məsələn, istəyirsən ki, 11-ci sinifi 2 dənə qırmızı attestatla bitirəsən. Var gücünlə heç olmasa qırmızı attestatlıq səviyyəyə qədər çalışarsan ki, həm qırmızı attestat ala biləsən, həm də 11-ci sinifdə də bu attestata nail ola biləsən. Bir digər maddəm bu olacaq. Bu tənbəllərə aid deyil, bu çalışqan insanlara aiddir. Buraxılışdan sonra hazırlıqları saxlama. Bax, sən zaten 11-ci sinifdə imtahan verəcəksən. 9 ilə işin başı bitmir. Mənə bax, əgər peşəyə gedəcəksənsə, bıraq bir şey demirəm. Əgər yox, mən ali məktəbə qəbul olacağam, mənim böyük xəyallarım var deyirsənsə, 9-cu sinifdə də mart, aprel, mayı hazırlıqlara getməyi tövsiyə edirəm. 3 ayla sənə bir şey olmayacaq. Mən bu səhvi etmişdim, buraxılışa getmədim, sadəcə bloka getdim. Ancaq buraxılışa da get. Bax, faydasını 9-da görmədin, 10-da görmədin, amma inan mənə 11-də görəcəksən. Bunu bir böyük qardaş olaraq mən sənə tövsiyə görürəm. Bir digər məsləhətim nə olacaq? İlin əvvəli keçdim, ancaq heç olmasa buraxılışa 1-2 ay qalmış sınaqlara getməyini tövsiyə edirəm. Bax, nə olursa olsun, ən azı bir dəfə olsun da buraxılış sınaqlarından birində iştirak et. Mən bilən biletlər 18-20 manat civarı olmalıdır. İştirak edib öz səviyyəni bilə bilərsən, hansı mövzudan çətinsən onu öyrənə bilərsən, hansı mövzuya necə hazırlaşa bilərsən onu öyrənə bilərsən, hansı fən sənin üçün daha çətindir və ya daha asandır, onu təyin edib onun üzərində daha çox çalışa bilərsən. Gördün, sənin gücün çatmır. Yəni elə insan var ki, oxumağa gücü çatır, elə insan var ki, peşə qabiliyyəti daha yüksəkdir, ancaq oxumaqla arası yoxdur. Oxumağa gücün çatmırsa, əvvəlcədən elə valideynləri də xərcə salma və peşə liseyinə, peşə məktəbinə daxil ol. Bizim sinifdə 9-cu sinifdə bir uşaq var idi. Heç nə oxumurdu, amma gəlkinə ki, bir dənə motosiklet düzəltmək var idi. Çox gözəl motosiklet ustası idi. Motosikletin hər şeyindən baş çıxırdı. Məktəbə belə hətta motosikletlə gedib gəlirdi. Və bir dostum daha var idi. O da hal-hazırda telefon ustası işləyir və əminəm ki, bir çox mənim yaşadığımdan daha çox, məndən belə daha çox gəlir qazanır. Ayda 600 manat gəlir qazanır. Bax, görürsən, bizim heç birimiz hal-hazırda indi %1'lik qismi çıxıran ayda 600 manat qazanmır. Amma o oğlan
bizim yaşımızda ola 600 manat pul qazanır. Yəni peşə dedin, ay elədir, ay belədir, mən peşə istəmirəm. Axırda da gedib 100 ballıq, 200 ballıq universitetdən bir yerə çıxmayacaqsan. 600 ballıq universitetə girəni işə götürmürlər, gəlib səni götürəcəklər. Yox. Ona görə mənə bax. Peşəyə əgər istəyirsənsə, peşə həvəsin varsa, peşələrin hamısı bərbərlə, həkimlə qurtarmır. Bir sürü peşələr var orada. Hətta kompüterlə əlaqəli olan peşələr var. Belə də eşitmişəm. Əgər peşə məqsədin varsa, deyirsən ki, qardaş, mənim oxumağa gücüm çatmır. Get və peşə məktəbinə sənədini ver. İnan mənə peşman olmayacaqsan. 100 ballıq universitetdənsə, inan mənə, mən olsaydım 100 ballıq universitetdənsə gedərdim peşədə oxuyardım. Hal-hazırda da 800-900 manat gəlirim var idi mənim bu dəqiqə cibimdə. Bax, dərs çalışmaq üçün daim bir planın olsun. Bir plan dəftəri tutursan, onu gecədən maddə-maddə, tək-tək yazırsan. Səhər duracam, ana dili oxuyacam, riyaziyyat oxuyacam, ingilis də oxuyacam. Mən səthi gedirəm, sən hazırlığını bilməm deyə deyə bilməyəcəm. Ancaq dünən gecədən nəyi sabah işləyəcəksən, hansı dərsi işləyəcəksən, onu tək-tək yazırsan. Və xahiş edirəm, belə səthi yazma, ana dili yazıb keçmə. Ana dili yarım saat 30 test. Məsələn, riyaziyyat 45 dəqiqə 20 test. Bu şəkildə yazırsan, dəqiq rəqəmsal bir hədəf olmalıdır. O hədəfi tamamladıqdan sonra özünə bir hədiyyə qoya bilərsən. Yarım saat kinoya baxmaq, yarım saat telefon, yarım saat sosial media heç bir fərqi yoxdur. Sosial mediada tövsiyə edirəm, zaten imtahana hazırlaşırsan. Bir yürüyüş və ya bir idman növü ola bilər. Ancaq məsələn, onu tamamladıqdan sonra onun üstünə bir plus işarəsi ata bilərsən. Növbəti maddə, növbəti plus, növbəti maddə, növbəti plus. Bugünün missiyaları tamamlandı. Artıq azadsan. İstədiyini edə bilərsən. Ona görə planlarını dünən gecədən yaz. Ta gedib hazırlığa yarım saat qalmış, kitabın arxasını açıb cavablardan köçürtmə. Heç deyilsə bax, heç deyilsə son bir ay qalıb, hardasa bir ay qala. İndi imtahanımıza başda 100 gün falan qalıb. Bu haqda da bir video gələcək bizim 11-ci siniflərlə bağlı. Heç deyilsə sonuncu ayı telefonsuz keçir. Bax, sən bir ay telefonsuz keçirtməklə heç bir şey olmayacaq. Nə öləcəksən, nə şikəst olacaqsan, heç bir şey olmayacaq sənə. Necə deyirəm, telefonu kənara at demirəm. At o telefonu kənara. Sosial media, Instagramda, TikTokda sil. İnan mən də işlətmirəm onları. Sadəcə məsələn arada sırada YouTube qalar, girəsən biraz başını qatışdırasan, sonra çıxasan. Daha çox necə deyim, fənlərə çox üstünlük ver. 9-cu siniflərə son bir tövsiyəm də var. İmtahana son bir həftə qalmış, gecə çalışmalarına üstünlük verməyin. Daha çox durub səhər tezdən çalışın. Çünki gecə çalışanda mən heç bir verim ala bilmədim. Əminəm ki, siz də ala bilməyəcəksiniz. Gecə saat 12-də 1-də içilən o kofe stəkanlarına lənət olsun həqiqətən də. Ancaq səhər çalışmağın yeri, faydası, gözəlliyi ayrıdır. Hər birinizə də tövsiyə edirəm. Bu haqda da bir video gələr, yəni səhər çalışmaları ilə daxil olaraq bir video gələr.